Tamam, Teams proqramında dərs təyin etmək üçün, yəni dərs planlamaq üçün biz dərs keçəcəyimiz sinifin komanda adı üzərindən klikləyərək komandanın səhifəsinə daxil oluruq və bu əsas səhifədə general yazılan hissədə, əsas səhifədə sağ yuxarı küncdə Meet Now, yəni video işarəsi var. Meet Now, yəni hal-hazırda görüş başlatmaq deməkdir. Biz isə planlaşdıracağımıza görə sağ tərəfdəki bu ox işarəsinə klikləyib ikinci hissədən Schedule Meeting hissəsindən səhifəyə daxil oluruq. Açılmış səhifədə birinci sətirdə, yəni qələm işarəsinin qarşısında fənnimizin adını, qarşısında isə belə deyək də, dərsin adını, nə dərs olacaq, dərsin adını, qarşısındakı sinifi yazmamız məsləhətdir. Yəni sinif yazanda belə deyək də, bu dərsin hansı sinifə aid olduğunu biz kalendarda görəndə daha bizim üçün aydın olacaq. İkinci hissədə isə deməli heç bir qeyd etmirik. Üçüncü hissəsi zaman hissəsində biz tarixi seçməliyik. Hansı tarixdə olacaq dərsimiz. Və saat burada birinci saat olaraq 8:00-dur. Əgər 8:00-da deyilsə, dərsimiz deməli hansı saatda olacaqsa saatı qeyd edirik. Mənim birinci saat 8:00 seçsəm və Teams-də dərslər yarım saatlıq təyin olduğuna görə avtomatik olaraq 8:30-da dərsin bitəcəyi bilinir. İkinci hissəni isə seçmirik, çünki bu dərsi təkrarlama periodunu göstərir. Bizim isə dərsimiz gündəlik hər gün fərqli saatlarda olacağı üçün hər günə ayrıca planlaşdırmalıyıq. Və bu hissənin vaxtını qeyd etdikdən sonra, əgər heç bir əlavə qeydimiz yoxdursa, burada add location, yəni yeri təyin eləməkdir. Bu bizdə, yəni belə deyək də, lazım olmadığına görə digər hissədə şagirdlər üçün qeyd eləmək olar açıqlama. Bunlar məncə gərəkli deyil. Send hissəsindən, yəni sağ yuxarı köşədə Send hissəsindən kliklədikdə bizim bu dərsimiz həm sinifin belə deyək də, bu general hissəsində gəlib görünəcək. Baxın, burada artıq bilindi. Mayın 8-i 7A-da dərs təyin olunub və şagirdlər bu hissədən join hissəsindən qoşula biləcəklər, yəni orada görəcəklər. Bir əvvəlkində də mən yaradıb silmişəm, həmin orada görünür. Biz kalendarda dərsimizi necə görəcəyik? Yəni kalendar hissəsinə daxil olanda, baxın kalendarda artıq dərs təyin olunub. 18-i maya, ayın 18-i 7A. Dəyişiklik etmək istəsək və yaxud da bu dərsi silmək istəsək, dərsin üzərinə sağ düyməni basdırırıq. Change all hissəsindən deməli klikləyəndə, yəni bayaq yazdığımız səhifə bizim qarşımızda açılır və bu səhifədə artıq dərsin linki də var. Yəni dərsin linkini buradan da klik edə bilərik. Dərsin üstündən sağ düymə basanda da kliklənir, onu da indi göstərəcəm. Və bu hissədə biz deməli yuxarı hissədə Change of Meeting hissəsini seçəndə təkrar bunu basanda, klikləyəndə dərs silinəcək. Sadəcə mən 1-2 dəfə silmişəm deyə artıq silmirəm. Qayıdaq kalendara. Kalendarda dərsin üzərinə sol düyməni klikləyəndə, baxın burada belə bir səhifə açılır. Bunun sağ tərəfinə, yəni bu join hissəsinin sağ tərəfindən ox işarəsinə klikləyəndə dərsə qoşulmaqdır birinci, ikincisi isə copy link, yəni dərsin linkini kopyalayıb WhatsApp qruplarına və yaxud da hara göndərmək istəyirsinizsə orada göndərə bilərik. Belə.